Hər kəs salam əziz dostlar, bu günləri yeni bir konseptlə qarşınızdayıq. Belə bir maraqlı bir video fikirləşmişik ki, indi şərtləri sizə deyirəm, iştirakçılar hələ ki şərtlərdən xəbərdar deyillər. Deməli, məsələ nədir? 2 nəfər iştirakçımız olacaq. Məndən savayı, mən iştirakçı deyiləm. Mən həmin iştirakçıların, belə deyək, maneələrindən biriyəm. Deməli, uşaqlar, belə kim 6 saat ərzində məndən daha çox uzaqlaşsa, həmin adam 1000 manat pul qazanır. Uşaqların hələ ki heç nədə xəbəri yoxdur. İndi onların yanına gedəcəyik və onlara ətraflı şəkildə izah edəcəyik. Uşaqlar, belə bir konsepti ilk dəfədir səhifəmizdə sınayırıq. Ümid edirəm ki, maraqlı olacaq. Mən bunda əminəm. Hə, bir yaxlar yadımdan çıxdı. Maneələrdən, mən niyə maneələrdən biriyəm? Əslində heç maneə də deyiləm. Şərtlərdən biri də mənəm. Çünki məsələ nədir? Məndən 6 saat ərzində maksimum uzaqlaşmaq lazımdır. Kim daha çox uzaqlaşsa, həmin adam aparır, düzdür? Məsələ ondadır ki, mən bir yerdə qalmayacağam. Mən özüm də hərəkətdə olacağam. Uşaqlar, az sonra qaydalarda biraz dəyişiklik elədik. 6 saat oldu, 3 saat. Məbləğ isə adam başına yol pulu 30 manatdır. Şərtlər nədir? Şəxsi avtomobilindən istifadə etmək olmaz. Digər bütün transport vasitələrindən istifadə etmək olar. Bir dənə təyyarə xaric. Uşaqlar, iştirakçılarımız gəldi. Gəlin sizi onlarla tanış edeyim. Bu Dadi ilə Anar, Caqa ilə Emil. Deməli, sizi bura niyə yığmışam? Bugünkü video məzmunu nədir? Növbəti 3 saat ərzində hələ ki vaxt başlamayıb. Mən start deyəndən sonra 3 saat ərzində kim məndən daha çox uzaqlaşdısa, həmin adam 1000 manat pul qazanacaq. Amma şərtlər nədir? Müəyyən şərtlər var ki, onlara riayət etmək lazımdır. Respublikadan qırağa çıxmaq olmaz. Onsuz bu sizdə alınmayacaq. 3 saat ərzində çətin. Şəxsi avtomobildən istifadə etmək olmaz. Bir dənə də əsas məsələ. Məqsəd məndən uzaqlaşmaqdır, amma mən bir yerdə dayanmayacağam. Mən özüm də hərəkətdə olacağam davamlı şəkildə. Divijeniyada olacam, bəli. Hərənizə də yol pulu 30 manat pul verəcəm. Yəni hər saata öz cibinizdən də xeyr, öz cibinizdə əlavə mənim verdiyim puldan əlavə pul xərcləmək olmaz. Gəlin sizin pullarınızı vereyim. Xırdavız var? 60'ı veririz. Bax, 60 deyən 60 manat sizin ikinizə. 50 manat onlara bəsdir. 40 manat var üstünüzdə. Tapılar. Allah qabağınızı qaytarırsınız. Tapılar. Var zarafat. Qaytaracaq da. Yox, yaxşı kartıma sonra. Yaxşı, sonra atarsın, al 100 manatı. 40 manat atarsın. Ana, onlara 100 Yəni. verdi, biz 60 verdik. Bizə də 100 ver, biz də qaytaralım. Heç nə. Saat 14:37-dir. 14:37. 40-dan olaraq getdi vaxt. Yəni hesab eləyin ki, 40-dan başlayır. Biz isə gedək hərəkətə keçir. Uşaqlar, bunların heç birinin xəbəri yoxdur, biz hara gedirik. Çünki biz özümüzdə bilmirik hara gedəcəyik. Hara gedəlim? Birinci gedək maşına sataq. Verəcəm. Birinci gedək maşına sataq. Dedi maşını yuyaq vəbşə birinci. Sənin maşın çişlidir. Hə. Biz böyük ehtimalla qatarlarla gedirik. Ona görə də gəlib şəxsiyyət vəsiqələrimizi götürək. Maraqlı olsun. Şöyle dənizci deyək. Biz hara gəlmişik Emil? Eva. Sən evə? Dökümün Hə? Bizim bir dənə problemimiz var prosta. Maşını aparıb rentakara vermək. Maşın rentakar maşındır. Uşaqlar, bir məsələ də var. Vidadi deməli dünənləri Xətaydan rentkardan maşın götürüb. Onu bu günləri saat 5-ə qədər qaytarmalı idi. Amma bu onların özünə ziyandır. Mən dedim ki, hə, gedib qaytara bilər. Yəni bu qayda pozuntusu sayılmır. Çünki maşın yəni bu başa düşüləndir. Həm də bu onlara ziyandır. Bunları qabağa atmır. Biz hal-hazırda Sumqayıtdayıq deyənə. Sumqayıtdan Bakıya getmək, ondan sonra harasa getmək, onlara daha uzaq gələcək. Bax belə bir məqam var. Deməli fikrim sən nədir Cavan? Hə. Bunlar hamısı gedir üzv tərəfə. Quba tərəfə. Qəbələ. Sən aşağı düşmək istəyirsən? Mən amma Hə. gedirəm Jiloya. Ya nə bilim Qartalın burnuna bir tərəfə. Bura biz çatacağıq. 1 saat yarım. Getdik. Gör Bolt neçə yazır? Həm gedək gəzək. Hə. Həm də ki Gedirik burnunun qartalına. 6 saat çoxdur, 10 saat çox deyim. Bizim respublika ilə də böyük deyil. Həm də bunların qayıtmaqları da var. Bunlar da qırımsaq şeydirlər, yəni qayıtmayacaqlar. Ona görə elə 3 saat dedik ki, çox da uzağa gedə bilməsin. Amma nə bilirsən, bəlkə də 3 saatı getdik, bastı Gəncəyə getdi. De gedək, maşını yuyaq. O TikTokda trend çıxıb, terapiya. Bax ondan. Gedək maşını yuyaq. Sonra da mən Perivalda çay içmək istəyirəm. Perivalda çay içmək. Dinləyə başlasaq telefonda. Ha, sen bana öyle. Xoşuma gələcək bura.
Gənclikdə indi maşın təhvil verdi, prosta hələ ki fikirləşir ki, hara gedək. Nəyin yanar? Nə fikirləşsən? Sən dediyin 20 yanvardır Lökbatana getməyimiz üçün. Oradan da Mingəçevirə gedək. Baxarıq da gedək orada çimməyi. Amma gedək 28 oradan sahil, sahildən də ki Lökbatana maşınlar gedir. Lökbatandan da Lökbatana maşınlar çıxır da yanlara. Hə, gedək Lökbatana, oradan da gedərik bir yerdə. Gedək, Gün düşür deyənə belə elə. gedək, gedək. İstidir sənin. Ağzı var. Gəldik. Ceyranımızı, qurbağamızı yumağa. Ha? Yazda saxlayın. 06-da kim soruşsa ki, kondisioner var, yoxdur? Desələr ki, yoxdur. Deyin ki, var. Bu pəncərə 06-nın kondisioneridir. Azalır. Amma baxsın, görürsünüz 33 manat 13 qəpik Qartalın burnu. Vur taksini. Gedək də orada. Sən Baxa bilərsiniz, baxa bilərsiniz. Görsən. Çatır 3 dəqiqə. Nə? Hə. Göyçay? Bilmirəm. Qaydanda. Və mən Göyçaya da getsəm, sən də getsən, sən uzatsana. Göyçaya getməyəcəm mən. Aha. Qaydanda götürərsən. Hə, siz Göyçaydan o yana getmək istəyirsiniz, qaydanda bizi götürək. Biz sizi gözləyə götürək elə. Baxarıq qaqaş, baxarıq. Bəlkə heç yerə getmədim, qaldım Sumqayıtda. Bunlar deyirlər Göyçaya getmək istəyirik. Mənə elə gəlir Gəncəyə getmək istəyirlər. Bəlkə özləri ilə deyirlər ki, Göyçay deyirlər ki, biz də yəni ondan tutaq da istiqamətini gözləyir. Vəbşə heç o tərəfə getməyəcəklər. Bəlkə çaşdı. Bəlkə də bunlar ümumiyyətcə heç yerə getməyəcək, qalacaq Bakıda. Mən belə deyir. Biz də Göyçaya gedə bilirik. Onlar bizdən yox, biz onlardan uzaqlaşaq. Onu demək istəyirik. Hə də, ayso. Qurtdular ya, var yox nə elə bunlar qurt. Buna baxırıq. 300 manatdır. Ağzıma girmə də. Biz uşaqlar deməli gedirik 28-də düşəcəyik, sahilə keçid edib oradan dediyimiz kimi Lökbatana gedəcəyik. Lökbatandan da ən uzaq çalışdığımız qədər yol seçəcəyik. Ondan da uzaqlaşacağıq. Gedək dönəriyə. Elmanın dönəri, Meksikanski taco. Salam aleyküm. Gedək taco yeyə, brat. Meksikanski narodni uqraqanskaya единство. Biraz gelişdik çıxmağımızdan. Aha, ləngidir. Niyə? Niyə ləngidir ki? Mən biraz işim ağır idi. Ağır işim var idi. Hə, şey Yaponiya. Şaurmamız da gəldi, şaurmamızı yeyək. Ay Vidadi. Ay, qromkiyə qoymamışam mən. Zamandasan. Mən? Sən neysən, mən hardayam? Azərbaycandayam bura. Hələ ki orada. Hələ ki buradayam. Bir qəşəng əsgər yoldaşım var, Qubalıdır. Çağırıb qonaqlığa gedirəm yanına. Siz hardasınız? Hə. Dəqiq. Məncə onlar bizi udacaq yox. Çünki onlar piçdilər. Biz amma ağıllıyıq. Udmaq üçün onlara hər şey verir. Onlar məncə Quba qusaq yapacaqlar. Nətər? Şu sahildəyik uşaqlar biz. Heç uşaqlar, biz çörəyimizi yedik. İndi ücret çıxırıq yola, artıq demək olar ki 2 saat qalıb, 2 saatdan biraz az. Uşaqların harda olduğunu məlumatım yoxdur. Veyzə vurmuşam Perival yolunu, istiqaməti götürmüşəm Gəncə istiqamətində. Hara qədər getdik. Yəni saatın tamamında dayanacaq yolun qırağında baxacaq kimdən neçə kilometr aralıdayıq. Sadəcə mənim maraqlıdır, bu istiqamət götürənlər hansı istiqamətdə gedirlər? Onu indi siz bilirsiniz təbii ki, biz bilmirik. Bax belə. Cahangir yığır uşaqlar. Alo. Biz Şamaxı yolunda. Hə? Ay biz aeroportda satırıq. Azərbaycan deyil hə. Amma Şamaxıya keçmiş
Şamaxın keçmiş yüzü. Biz sizin dalqabaq şeyizdə biz ayıb evet yani şey deyiz sonra sizin qayıtmaq lazımdır. Sən Zaqa yalan danışa bilmirsən, brat. Nə maşını ilə getmisiniz? Nə maşını ilə getmisiniz? Nə rəngdə? Metalik 4 göz. Nömrəsini bilirsən? Basıb bağlı. Sən Ostroğa bassan axı. Uşaqlar çox şey ola bilər. Ola bilsin ki, Emillə Caga evdə oturublar, biz onlardan uzaqlaşırıq. Yəni o ümidlə oynayırlar. Ola bilsin, nə bilim, Naxçıvana gedib satırlar. Hər şey ola bilər. Ha, dedim mən Naxçıvan daxil deyil. Hə, yox, 40 manatına bilet alacaqlar. İstiqamət Gəncədir də, yəni belə deyil. Üzü Gəncə tərəfə gedəcəyik. Hara kimi getdik, getdik. Mənim fikrimcə onlar Sumqayıtdan Pulamaş. Maşına minib Quba Qusar tərəfə. Amma biz Muradgildə məncə o tərəfə gedərlər. İnanmıram Muradgil Mingəçevir tərəfə getsinlər. Ona görə də biz o istiqamətdə gedəcəyik. Onlarda potensial görünür ki, uzağa getsinlər. Murad bomba görsənmək üçün oturacaq evdə, çayını qoyacaq qabağına, ayağını qoyacaq ayağının üstünə. Əgər mənim dediyim indiki kimi olsa, utduq və yaxud da udmadıq, mənim bu sözümə görə əlavə 50 manat səndən alacağam. Sən evdə oturub qabağına çay qoyub video çəkdirməsən. Siz hardasınız ki? Biz yolda. Maşındasınız. Gedirsiniz. Bax da, önce saat yarım saat qalıb. Bildim haqqda bilirsiniz. Mən getdiyim yeri desəm, mən gəlirəm Şamaxı tərəfə. Bax da, inanmırsa inan. Məndən deməkdir. Mən soruşdum, qardaş. Mən də dedim ki, Şamaxı tərəfə gəlirəm. Hə? Zancıyla altlarda bilmirsən. Zancirgildə Şamaxı tərəfə gəlirəm. Hardasınız siz? Biz mən dedim axı biz Qubaya gedirik. Hə, bildim. Zancir. Hansı rəsədir? Qubaya gedirik. Desənin. Nə? Sən Sən öldür. İnanmıram Zancir sən. Döngələri biraz səhv saldıq. 3-cü, 4-cü dəfədir. Marşrut konkret dəyişildi. Təsəvvür edin, birinci məqsəd araydı. Quba, Qusar tərəf. Sonra Şamaxı istiqamətinə getdik. İndi də ki, Qazax şosesinə çıxırıq, Səryan tərəfə. Yəni marşrut necə belə alidən dəyişir bilmirik. Yəni ki, Waze-də oyun oynayır da. Hə də biz konkret də yəni. Telefonun ürəyə getdi, babuş. Hara çıxdıq. Hələ ki, deyək Qaradağ tərəf zatdır. Normal, səliqəli yer istəyirəm, qardaş. Oturaq, çayımızı içək, biraz səliqəli. Oturaq, gözləyək, görək ki, bu nə vaxt qurtarır. Əminəm ki, bu istiqamətdə heç kim getməyib bunlardan. Bunlar Polibomu, Quba, Qusar, Şamaxı, Gəncə. O, amma bunlar da qurtdular. Fikirləşə bilərlər ki, ən qırağa getmək lazımdır. Yəni ağla gəlməyəcək nöqtəyə. O da ki, yəni bu istiqamət mənim məsələn ağlıma gəlməzdi. Amma Vidadi qurtdu məsələn. Vidadinin ağlına gələ bilər. Zancirgil inanmıram, onlar məncə elə Şamaxı tərəfə zad gediblər. Sən nə fikirləşirsən? Hə? Başa düşdüm bura. Buradan gedirik şeyə, Binəqədi məktəba, çıxırıq oradan Dərnəgül, oradan keçirik şeyə, Heydər Əliyev prospekti, oradan keçirik 8 noyabr, 8 noyabrdan birbaşa Zığ Hövsan və oradan bu qaydada. Çünki biz belə getsək, dəniz qırağından da, oradan da verir yolu. Oradan uzun verir. Oradan həm uzundur, Həm indi hamı dənizə yolda gedir. radar çoxdur. Hə. Hansı tərəfə gedirsən? Batana gedirik, görək ən uzağa çıxan maşını hansıdır, minirik ondan getməyə. Gəlin. Muzaraydı. Astara qaza. Təxminən 1 saat qalıb. 1 saat 20 dəqiqə. Bax belə 1 saat 20 dəqiqədən sonra vaxt tamam olur. Biz hələ Cəməli Bakıdan çıxmamışıq. O ses ağzından çıxırtmamalıyım. Onsuz da maşından o ses çıxır. Kriminal həyat sürür sağda avtomobildə. Mən biz sən nəyə yetir? O videolarda olur qəşəng Tesla zadı çəkirlər, Lamborghini zadı çəkirlər. Qəfildən böyürdən 06 ya da plus keçir.
Вот такая доля воровская. Hal-hazırda Löşbatan qurğundayıq. Gəldik burada yeməyimizi abedimiz elədik piraşki ilə. Videoda da göstərdik. İndi buradan bir dənə gözlürük taksilərlə ən uzaq yerə getməyə. Görək kim neysə yapar. Gör nə deyirəm Murad, biz onsuz da uduzmuşuq. Biz bilyardasız. Biz onsuz da bildik ki uduzmuşuq. Sənə sən öl deyirəm, ciddi deyirəm. Həqiqətən uduzmuşuq biz. Ha, sənə görə. Sənə görə. Sən bizim dalımızla düşmüsən. Sən əli, mən gördüm Sivaki dedim göstər çölü. Üstündən dəqiqə keçmədi, arxamızdan keçdik sizin. Vallahi ciddi deyirəm, sağında üzü ağzı şeyə saxlamışdın o tərəfə. Sənin sağında da yekə maşın var idi. Dəhşət. Davam eləmə. Arxaya davam elə. Arxaya qayıt, bura gəlmə biz tərəfə. Mən qardaşım sözün açığı 2-3 dəfə marşrut dəyişmişəm. Getdiyim yerdən yolu dəyişmişəm, başqa trassaya çıxmışam. Orada bizə ağzıma gələn yerə getmişəm də. Yəni 4-5 dəfə istiqamət dəyişilib. Yox, mən bilirəm bunlar hardadılar. Oldu, yetin, mən gələm siz tərəfə. Davay, mən bildim siz hardasınız. Mən bilirəm hardadılar. Yola davam, maşın xoddansa. 1, 2, Allah, nə olar xoddan. Getdik, brat, uşaqlar, planlar dəyişdi bir balaca. Məsələ nədədir? Biz uşaqlarla zəncləşdik. Mənə elə gəlir ki, bunlar yenə də bu istiqamətdə deyirlər. İminlə Emilgil yandırdı ki, alma olan yerə gedirik. Orada Qubadır da, təbii ki, bildiyiniz kimi. İndi məsələ nədir? Biz Şirvan tərəfə gedirdik. Tamam əks tərəflə. Amma söhbət ondadır ki, Vidadiçillə də əlaqə saxladıq. Onlar da dedilər ki, onlar da bizə yaxınlar. Yəni elə təxmin elədik, nə biz yer dedik, nə də onlar. Amma yenə də ehtimal söhbəti var. Hamımız Qubaya gedirik. İndi mən dönüb gedirəm, yolumu dəyişdim, gedirəm Quba istiqamətində. Şirvana bir şey qalmamışdı, amma dönürəm Quba istiqamətində getməyə. Qabağımda yekə qazel çəkilsə də tez satardım biraz. Maksimum hardasa yarım saatımız qalıb. 28 dəqiqə vaxt qalıb. 28 dəqiqə Qubaya nə qədər maksimum yaxınlaşdım. Mənə elə gəlir ki, Qubaya gedirlər ona görə. Hardasa bizim də 9 kilometr yolumuz qalıb. Gəldik, Qartal dibdəyinə çatırıq. 15-20 dəqiqəyə çatacaq, oradan Peşkomiyə keçəcəyik. Məncə biz udacağıq. Belə mənə maraqlı gələn odur ki, Cahangir görəsən bu Vidadi ilə Anar hansı tərəfdədir? Uşaqlar, yerli əhalidən soruşduq. Burada harda oturub çay içmək, çörək yemək falan. Bizə SOQ telefonları zaryadkaya qoya bilək ki, uşaqlarla zəncirləşə bilək. Heç nə dedilər ki, Şovqar kəndində elə yer yoxdur. Düz gedin bir 500 metr zat. Laçın kafesi var. Gedək çataq ora, artıq yekunlaşdırmaq lazımdır. 12 dəqiqədən sonra stoplayırıq. Gedək oturaq, görüntülüyük, təyinləşdirək görək kim məndən nə qədər uzaqlaşa bilir. Heç nə. Elə burada da ki, yekunlaşdıracağıq. Batatmışıq. Buradan gedirik düz Qartalın dibinə ilə. Buradayıq Biz buradayıq. Qartalın dibinə. Məqmat məyəmdir, Eminində elə 5-5 bölürük. Bəli. Xumari, bırak, bomba kimi. Niqula xanım, biz hardayıq indi, koordinatları vermisiniz. Bizim uşaqlar deməli koordinatlarımız Səlyandır, amma bizim istiqamətimiz haraydı? Masallı idi. Bizim vaxtımız ora çatmadığına görə biz Səlyanda düşdük. Koordinatları göndərmişik konumu. Uşaqlar, deməli, hər iki komanda öz konumunu atıb, indi nəticələrinə baxıram, sizə bildirəcəm kim hardadır, kim aparıb. Deməli, belə uşaqlar, biz gəlmişik heç özümüzə də məlum olmayan yerə. Haradır, buradır. Uşaqlar artıq stoplayıblar, konum atıblar mənə. İndi əsas məsələ, kim məndən daha çox uzağa gedib? Başlayaq Eminlə Cahangirdən. Onlar bir yaxçı videoda dedilər ki, gediblər Qartalın düz burnunun uzuna. İndi görək ki, oradan bizə nə qədər, neçə kilometr aralıdadılar bizdən. Gözlə
gözlə. Açılır. O dənizin ortasındadılar, açır bunlar. Sən öl diyan. Yo, gözlə. Cahangirgil məndən 99 kilometr uzaqdadılar. Bax, 99 kilometr uzaqdadılar. Deyə aşağıda. 2 saat 8 dəqiqəlik yoldur. Google xəritədən açmışam. İndi isə keçirik Vidadigilə. Mənə elə gəlir azı. Vidagil bizdən elə də uzaq. Allah, məzələnmə də. Gəl bura. Vidagil bizdən 91 kilometr uzaqdadılar. 91. 9 kilometr fərq var da. Yəni 9 kilometr olsaydı udurdular. 8 kilometr. Oy belə, sən öl. Caga ilə Emil qalibdir. Prosta bunlar onu bilmirlər də hələ ki. Qaydırıq evə. Qaydırıq evə. Gedirik Sumqayıta. Hamısı da gəlir ora. Orada uca hamısını bunları ətraflı şəkildə izah eləyəcəm. Uşaqlar artıq Sumqayıtdayıq. Yəni oyun qutarıb. Amma belə deyək, oyun 2 gün əvvəl qutarıb və 2 gün sonra görüşmüşük. Çünki müəyyən səbəblər var ki, uşaqlar hamısı yığışa bilmirdi. Hal-hazırda belə bir maraqlı bir məqam yaranıb ki, Biz udmuşuq. Cahangirgil deyir ki, udmuşuq. 100%. Vidagil əmindirlər ki, uduzublar. 100%. Amma mən hələ nəticələrin heç birinə bildirməmişəm. Vəbşə nəyə əsasən düşünürsünüz ki, siz udmusunuz? Çünki bizim taktikamız var idi. Biz kimdənsə uzaqlaşmırdıq. Biz elə elədik ki, bizdən uzaqlaşsınlar. Əminsiniz ki, siz udmusunuz. 100%. O Sizdən bilinir ki, siz Uduzmusunuz. oyunun qurtarmağına 40 dəqiqə qalmış. Muradın maşını tam storm qabağında gördü. Onda bildik ki, uduzmuşuq. Daha dedi ki, LCY2. LCY2, onun qabağında. Yəni ana narahat olma da biz udmuşuq zaten. Amma Zaten. tanıyırıq. Zaten sözü kimi. Artıq zatına yəni. Ona görə də hər həftə bir dənə 100-lük verəcəyik. Mən verəcəm. Siz getmisiniz 99 kilometr. Məndən aralanmısınız. 99 kilometr. Maşın yolu ilə. Maşın yoluna 99 kilometr, yəni 1 kilometr satmıyorum ki, 100-ə satasın. Siz isə 8 kilometr fərqlə uduzmusunuz. Yəni 91 kilometr siz getmisiniz, 99 siz getmisiniz. Maşın yolu ilə. Nətərdir? Tapşır. Səncə? Durur. Mən onsuz bilirdim uduzmuşuq. Başqa variant yox. Əminicə. Yəni mən o videonu çəkəndə ki, Murad mən burdayam. O emosiyalar mənə bəs idi ki, mən bildim ki, mən udmuşam da. O əsas bir şey ki, konumu dənizin içindən atmışam mən. O şimdi 8 kilometr siz daha çox getmisiniz. Ver pulu. Amma Hə. qulaq as. Mən onu Waze vasitəsilə baxdım. Orada da maşın yolunun kilometrajı nəzərdə tutulub. Amma əslində daha düzgün hava yolu ilə olacaq. Çünki maşın yolu elə ola bilər ki, kuruq versin, eləsin, kilometraj dəyişilir. Maşın yolu ilə Vidagil uduzublar. Amma gəl hava yolu ilə baxaq. Bu Cahangirgilin konumudur. Hə, bunlar Qartalın burnundaydılar, düzdür? Onlardan bizə qədər olan məsafə, biz hələ də yerimizi dəyişməmişik, yəni həmin kafedəyik. Bu eləyir 67 kilometr. 67 kilometr 292 metr. 67 kilometr eləyir. Hava yolunda isə komandaların biri, yəni siz yığmısınız 67 kilometr. Siz bizdən 67 kilometr uzaqlaşmısınız. 100%. Aha. Bu Vidadinin Anarın olduğu konumdur. İzmiriç Dabavit toçku getdik. Bizə qədər neçə kilometrdir? Elə çıxır ki, Vidagil uddu. Yaxşı, siz getmisiniz 82 kilometr bizdən aralda hava yolu ilə. Yəni bu daha doğru olduğuna görə, hava yolu daha doğru ölçüldüyünə görə Onlar neçəydi? onlar 67. 82 da bizə. Siz 82. Biz udmuşuq. Elə çıxır ki, bu pul kim birinci götürür? Pulu mikrofon kim gətirdi? Bir manat Bu bir haqsızlıq idi. Yəni kommentdə yazın. Çünki bu qabaqdan deyilməli idi ki, bu hava yolunu ölçüləcək, maşın yolunu ölçüləcək. Bunu deməmişdim. Samolyotla getmək. Yəni çox əziyyətimizə çox heyf oldu da, yəni o vaxtında Hava yolu söhbət olmuyor. Adamın Mənim şəxsi demeye təyyarəm var. ehtiyac Mən yoxdur. onu gedərdim. hə, bir dənə prosta kommentdə yazın kim haqlıdır. Yəni deyilməlidir ya deyilməli deyil. Video çəkən əziyyəti olduğuna görə bu da video çəkən Sağ ol. olsun. Orada da əgər bu tərzdə videoların daha çox gəlməsini istəyirsə, videonu bəyənməyi və səhifəyə abunə olmağı unutmayın.